Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, itirəcəksə bir-birimizi, xatirəm yadında qalmayacaqsa, bu əllər mənimki olmayacaqsa, bu tellər mənimki olmayacaqsa, gəl belə özünə öyrətmə məni, hicran qoxusu ilə göynətmə məni. Əlimi saçına öyrətmə belə, gözümü gözünə öyrətmə belə, üzümü üzünə öyrətmə belə. Mən biraz baharlı budaq kimiyəm, biraz da sadəlöv uşaq kimiyəm. Bala atasına qovuşan kimi, leylək yuvasına yovuşan kimi, arı gül çiçəyə uyuşan kimi, mən də adama tez yovuşanam, sevgi atəşində tez alışanam. Amma ki, sönməyim çox çətin olur. Sevgidən dönməyim çox çətin olur. Öyrətmə özünə, öyrətmə məni. Bəlkə gözləmirdik bu xoş görüşü. Yaman qəribədir dünyanın işi. Heç vaxt yollarında dayanmadığın, heç həndəvərində dolanmadığın gəlib birdən sənə nə şirin olur. Ömrünün içində ömür doğulur. Bu şirinim acı olacaq isə, bir qismət çiçəyim solacaq isə, öyrətmə özünə, öyrətmə məni. Könlümdə yerin var, qopmaz yerindən. Bir əkiz ləçəyi, haça budağı ayırmaq olmursa biri-birindən, məni də ayırmaq çətindir axı. Öyrətmə özünə, öyrətmə məni. Yox buna taqətim, yox buna tabım, əlimi əlindən üzmək əzabım, sonra bu əzaba dözmək əzabım. Yoxsa da könlümün sınıqları var, hicranın köz basmış yanıqları var. Mənim dərdlərimin ayaqları var, harda olsa gəlib tapacaq məni, yaxıb yandıracaq bu ocaq mənə. Gəl məni özünə öyrətmə belə, əlimi əlinə öyrətmə belə, gözümü gözünə öyrətmə belə. Musa Yaqubun çox sevdiyim şeirlərindən biridir. Çoxdan da vlog paylaşmırdım, amma sizə öyrənmişəm deyə öyrətmə şeiri ilə başladım bu dəfə vloqa. Dedim qoy biraz da ruhum qidalansın, ruhumuz qidalansın. Evdə məişət işləri, ailə, uşaq o qədər başımız qarışır ki, bəzən inanın o qədər ehtiyacım olur. Belə şeiriyyətə, sözlərə oxuyum, dinləyim. Amma nə qədər işim də olsa, həmişə ən azından YouTube-da açıb qoyuram. Belə mənalı söhbət olsa, gözəl şeirlər ifa edən olsa, məmnuniyyətlə dinləyirəm əlbəttə ki. Mənə bir nəfər, bir müəllimim demişdi ki, Natəvan şeiri həmişə sev. Mən də həmişə sevirəm, çalışıram ki, həmişə də sevdirim. Nəysə, keçək vloqa. Dinləmişsinizsə çox sağ olun, təşəkkür edirəm. Dinlədiyiniz üçün, diqqətiniz üçün. Salam ay qızlar, xanımlar, izləyən hər kəs, YouTube-da bizə baxar. Nə tərsiz? Nə var, nə yox? Bu günlərim çərşənbə axşamı həftənin ikisi. Birnəm sabaha boşum, zakazım yoxdur deyə. Bugünü həsr edirəm rəfiqələmlə çəkilməyə. Qızlar axşam azı ki, sabah gedək səhər yeməyinə. Böyük məmnuniyyətlə gedək meşədə ləzzətdir, səhər yeməyi eləyək, görüşək, söhbət eləyək. Çoxdan görmürük bir-birimizi. Hərə bir işə başı qarşıdır. Belim üzürlər falan. Sumkam ağırdır biraz. Sumkamda. Evdən götürmüşəm. Dedik, mədəni piknik olsun orada. O da ocağa, onsuz da evdə yorulmuşuq. Hamı istirahət istəyir, sakit oturaq. Evdə nə yiyəsiydiksə gətirək. Orada qurdanla söhbətimizi eləyək. Dün sizə də vlog açım. Nə arsız, nə tərsiz, nə var, nə yox. Keçən vlogda da yazmışsınız çox ürəklər. Minnətdaram hamınıza xoş sözləriniz üçün. Çoxuna cavab yazmışam. Siz yazmadıqlarım da var. İnşallahça vaxt eləsəm yazaram. Çox sağ olun, xətriniz əziz olsun. Başqa da nə sağlıq, nə sözünüz varsa məmnuniyyətlə. Deyək ki, bizim piknikimiz bu gün nətər keçir. Meşədə quşların səsi, qar hələ 2 gün də əriyir. Amma ki,
Dünən bütün meşəyə baxdım. Rəsmən gəzməyə çıxmışdım. Tapmadım bir dənə bənövşə tapmadım. Çünki hələ torpaq belə oyanmayıb, elə bil ki, köhnə yarpaqlar elə üstündə durur. Hələ torpağa imkanı yoxdur ki, bir ayılsın, baharı hiss eləsin. Bir əmcə ayılmışdıq, tez qar gəldi. Bir həftə təzdən qış gəldi, qutqalara keçdik. İndi də elə biləcəymişəm, qorxuram, çəkələrəm, üşüyərəm, jilet götürmüşüm. Bilmirəm, isti olar, soyuq olar. Daha iyi. Hansı paltarları giyinək bilmirəm. Çatıram işi. Qızlar içəridədirlər yəqin. Burada ustalar işləyir, burada oturmazlar. Nəsə güzeldirlər. Quşların səsi. Hələ bura, bir dənə respiratorka, nə bilim belə adyal açıq, uzanasan, qulaq asan, musiqi, quşlar belə. Elə hava var. Deyirəm Azərbaycan, burada yaxşıdırsa Azərbaycanda buradan 2-3 dəfə yaxşı olur, isti olur. Şükür buna da yenə. Moskva üçün yaxşı bir şeydir. Biraz bütün də yedik. Sən də gözünə tutur Allah haqqı. Mən xoşum gəlir. Ehtiyatdıyam. Səhər yeməkləri, sinnabonumuz, baxlavamız, tvoroklarımız, neydi? Sırnik. Salatdır bu da, diyeta salatıdır. Limon sıkmışam şey turş olsun diye. Bilincikli tvoroklu. Belə. Bunlar hepsini yemək lazım ki, mazğalatı yox. Adı diyetadadır, amma yeyib-içməkdə tezdən Diyetaların hamısında zavtrak yeyilir. Mən diyetamda yemirdim də. Bir də axşam yüngülvari. Ben neçə gündür qızlar, səhər 12-dən axşam 8-ə kimi yemək yeyirəm. Normalda elə 2 dəfə yemək, nə meyvə bir də nəsə belə atışdıram. 8-dən sonra ancaq çayla su içirdim, bir də shit kofe acı. İndi neçə gün keçdi, tərəziyə çıxıram, tərəzim dəyişmədi. Mən də deyirəm ki, ona görə bu gün zavtrak eləyəsiyəm qızlarla. Qəşəng diyetası olan varsa deyə bilər, açığam, təsir eləsin. Amma yemək içmək də olsun içində. Toxlu ət olsun, ət. Toxlu diyeta. Ətli diyeta. O diyetaların hamısında ət var. Hə, ət var, toyuq ətidir, balıq ətidir. Biz qoyun əti olsun, çabab olsun. Həm yeyir, həm arıqlayar. Paxlav olsun. Yox, zarafatsız. İdman eləməsən, diyeta kömək eləmir. Yaxşı idman hərəkətlər lazımdır onu ki, təsiri deyən bir şey olsun da bədənimiz. İkisi bir arada. Hə, ikisi də lazımdır. Biri kömək eləmir. Yəni fikirlər olsun, maraqlıdır. Ağıl-ağıldan üstündür. Bəlkə maraqlı bir fikriniz var, arıqlayırsınız, metodu, yolunu tapmışsınız, sekreti. Mən Elnarə qoşulmuşdu şeyə, dedi ki, sən də qoşum. Yemək yoxdur, səhər nə yiyin, günorta nə yiyin. Qızlar dedi, tərifləyirlər. Mən 1 aya 3 kilo, 4 kilo arıqlayırlar, 3 aya 10 kilo arıqlayırlar o şeylə. Diyetayla. Özdə çox dadlı deyir, reseptlər verir, yeməklər nə bişir, nə bişir. Mən axı onu tək eləsəm olmur. Vaflihanla? Uşaqlarım istəmir, yoldaşım istəmir. Tək özümə vaxtım yoxdur, durum. Bugün lobiya bişirim, qənəsi ilə, nə bilim nə, sabah nə ilə nə. Öz milli yeməklərimiz olmasa evdə narazılıq olur. O şəkli çəkeyim. O nədir? Beşdədir. Ona görə qoşulmadım onun qrupuna. Allah canımı sağ eləsin, ələ sağ. Ondan özüm gələrdi. Çox sağ ol. Gəlməyənlər. Xəyanət yoxdur bizdə. Valla Aytuçin, səni var olasan, ha bacı. Həmişə bir turbuçkalarımız da gəldi çıxdı. Maşallah. Gəlin qızlar, gəlin qonağımız olur. Büyün köşəlməkdən də hərəsindən bir dənə yiysən, axşam yeməyi də hazırdır. Həm onun işi gücü. Neçə vaxtda görüşmürük. Qış. Elə qışda da görüşürdük biz. Qış yox, iş. Qış yox. Biraz da duraqcazaq, idman olsun. Sonra da evlər, işlər. İki saatda yemək yedik, hamının həll elədik problemi, uşaqların, məktəbini, paltarlarını, hamısını həll elədik, danışıq. Meşədə ağaçlar kəsilir.
Neçə dənə ağac kökündən aşıb düşmüşdü. İndi qoca ağaclar, köhnə ağaclar qurumuş. Kəsib aparırlar. İş gedir. Bənövşə istəyirəm. Dünən tapmamışdım. Rəşdədir, yuxarıda var. Gedək biliriz. Bənövşə deyirək, sonra gedim. Bu da bizim meşənin belka dələsi. Bizdə elə vəhşi faunası olmasa da, belə şirin heyvanlar var meşəmizdə. Tülkü falan da görən olub. Belə xırda su ilanları var. Dələlər çoxdur. Belə adamlarla gəlib elə bir yaxınımızda gəzirlər, heç qorxmurlar. Çünki adamlar insanlar evdən qoz fındıq, ləpə, belə semiçkazar aparırlar deyə insanlara öyrəşiblər. Hə, qızlardan ayrıldım. Yolum düşdü konditer mağazininə. Bir neçə çatmayan şeylər vardı, onlara baxdım. Belə lentlər, indi lentli tortlar dəbdədir, bilirsiniz, bantikli. Bir də padloşkaların altına vurmağa qalın lentlər lazım olur. O qalın padloşka hündür tortlar eləyəndə, onda o enli xoşuma gələn tapmadım. Bir neçə korobka ehtiyat aldım tort qutuları ki, evdə dursun, lazım olsa işlətməyə. Usta qutularım da qutarıb. Belə müxtəlif ölçülərdədir. Mən ən çox belə 20 hündürlük, böyüklər üçün olan tortlar, belə uzun şpaşkalar, çubuqlarda bəzəklər, figurlar az olduğundan 20 hündürlük bəs eləyir. Uşaq tortlarını amma hündür korobkalar alıram ki, tortun hündürlüyü də sıxsın eni qədər. Bir də benda tortlar üçün təzə qutular görürəm gəlib. Belə balaca, 1 kiloluq, yarım kiloluq tortlar üçün hündür qutular. Çox sevindim. Mən də belə şeylərə sevinirəm. Hər dəfə yeniliklər görəndə, qiymətlə, keyfiyyəti üst-üstə düşəndə, yaxşı görəndə sevinirəm. Padloşkalardan da götürdüm münasiblərindən tortlarım üçün. Gələn vloqlarda yenəsinə reseptlər falan paylaşasıyam. İnşallah. Belə çəkməyə vaxt eləyə bilmirəm. İnanın ki, çətin olur eyni vaxtda həm video çəkmək, həm çatdırmaq. Bu da şokoladlar, kakaolar, glazurlar maraq olanlar üçün belə ümumi çəkirəm. Kakaoların qiyməti çox bahalanıb, həddindən artıq. Mənim istifadə elədiyim kakao biraz da qalxıb qiyməti. Beləsi var, baxın. Şokoladlardır, Sikaunundur bu. Kakaolar da bulardı. Bundan götürüm gərək bir paket. Ehtiyatdan evdə zapazım olsun. Qiyməti 500 qramı 745 rublə qoyublar yarım kilosunu. Hər gedəndə 5-10, 5-10 qalxır, onsuz da onda baxmıram heç qiymətinə. Ucuzunda alanda keyfiyyət olmur, biskvitlərlə dadlı alınmır, qəşəng o şokolad ətri gəlmir, ucuz kakao, mağazin kakaolarından. Yəni istəyirsən ki, tortun dadlı olsun, gərək yaxşı produktlar seçəsən. Bu da kremettadır, cookingdir, tortlarda istifadə edədiyim krem pendirlərin şəkillərini göstərirəm sizə. Soruşursunuz, maraqlı olanlar üçün ki, nə istifadə edirsiniz ən çox. Mascarpone pendiri də Manifestoda yaxşıdır. Mascarpone produkt mağazinlərindən də alıram, yaxşı olur. Bir də Petmol bundan istifadə edirəm, 33%. Son vaxtlar ən çox işlətdiyim budur, qaymaq. Petmol qaymağı təbii qaymaq sayılır, bilirsiniz. Həm bitki tərkibli var qaymaqlar, həm təbii. Mən elə süd tərkibli qaymaqlar istifadə edirəm ancaq. Bir də burada qabartma tozu ilə vanil hərəsindən bir paket götürdüm. Çünki belə alanda sərf eləyir, nəinki balaca paketlərdə. O arada bir də girdim mağazinə eynəklərə baxmağa, günəş eynəklərim elə belə maraq üçün. Mən ən çox bu rəng ekran xoşum gəlir, korичневый. Saçımın rənginə yaraşır. Я хочу цену форму посмотреть. Подходит ли тебе такая? Посмотри. Elə bil inaqlı insanlar. Ну вот эти вот синие такие. Да муха похожа.
Belə yaxşıdır, bunlar yaxşıdır. Başına girmişim. Yaxına gəl. Qumral da yarım aydır ki, ad günündən bu yanadır ki, bu işlə məşğuldur. Düz bir aydır. Bir aydır Qumral. 23'ü. Qolbaq yığır, 23 yaxına gəl. Gətir qabağa. Yanından bir sal. Ha, yaş oradan tut, yaxşı. Gətir. Mənzərədir. Nə ağacı da bu? Sakura. Sakura. Ha. Burada Düz tut, biraz qabağa tut, şəşlə, işıq düşür, paralayır. Qabaq, yox. Belə qabağa əy. Ha, belə. Çaydır, Burada zabolu. çörpü, cəmidir. Buradan. Ha, uzaq. Burada krişa var be. Ha. Yaxından gətir, indi baxır. Demək, üstü kleylidir, üstünə xırda qolbaqlarla yapışdırırsan. Yəqin görmüsünüz uşaq olanlar evlərində. Rəhlərlə, rəqəmlərlə, nömrə ilə, hər nömrənin öz rənginə uyğun qolbağı var. Oy, öpüşüm. Qəşəkdir mi, hə? Qəşək alındı. Bir neçə də yığmışdı özəsində, bu şəkillər özdə var idi. Göstərim. Hardadır? Göstərim mi? Göstər. Ha, belə bir şey yığmışdın da. Bu nə idi? Quşdur Bu da. Zəncərbaj vermişdi. Azərbaycanda yığmışdı bu. Ha, çoxsa eyni rənglərdir. Bu daha çətindir, hə? Hamısı eyni rənglər. Нет, вот это вот тяжело. Oo. Смотри, особенно вот эта часть. Тут там, вот тут вот практически, видишь, одинаковые цвета. А там Короче, цветов флаг 26. И вот в одном таком месте все 26 цветов. Ha, qarışıq Söhbət rəqəmlərdir. elə olmadı, Xanım, sən də sağ ol. Bu rəqəmlə olan, kraska ilə olandır. O da qaşlarla olan. Bu da maraqlıdır. Atam belə şəkil ataram, atım indi. Şübhələnc. Dəvə göstərmişdim. İndi Banu birinə başlaydı. Görək nə vaxt alır. Banu üstə çəkir belə. Büyüməklə də video çəkir. Ha, вот пришел он из Кельмет, я была Hə, Moskvada olanlar bilər. Bu günlərdə Komedi Xananın Moskva konserti var idi. Rəsulla ora gəldik, bilet aldıq. İkimiz. Onsuz da uşaqlar elə o çox da anlamırlar. Bizim gülüşümüzlə onlarınki eyni deyil. Gülüş anlayışımız. İkimiz gəldik, elə baxdıq, əyləndik. Komedi Xana heyətinə də çox sağ olsunlar ki, düşünüblər. Burada yaşayan Azərbaycanlılar da biz üçün konsert verdilər. Çıxışda da aktyorlarla, artistlərlə görüşdük, şəkil çəkdirdik, çox xoş oldu. Həmişə onları televizorda izləyirik, heç olmasa bu dəfə canlı görüşdük, tanış oldu. Maraqlı keçdi. Gəlib görürəm ki, bizim qızlardan Aytəkin də yoldaşı ilə gəlib, burada görüşdük, təsadüf. Belə maraqlı bir gün daha keçdi. YouTube üçün də bir dənə video kadr çəkəcəm. Sen işte Ya, Ablam sen için nerede böyle? Kalesi. və yenə də qar, yenə soyuq. Moskvanın qara əksi olmur. May ayında hətta. Yenə tortlardan bir neçəsini sizlə paylaşım. Son bişirdiklərimdən istədim göstərim. Bu cinsiyyət partisi üçün hazırladığım tortdur. Bu yumurtanın içərisindən cəhrayı, şokoladlı, şokolada bulanmış çələklər çıxır. Yəni ki, xanımın qız övladı dünyaya gələsidir. Qırmızı barxat tortudur, yığıram. Belə bir sifarişim var. Kitab formasında tort yığmalıydım.
Tortun dekorunda ancaq şokoladdan, qlazurdan istifadə etmişəm. Müştəri dedi ki, mastika qəti olmasın. Bütün bəzək yazıları, naxışları, hətta kitabın üzünü belə şokoladdan hazırlamışam. Belə bir sifarişim var idi. Həmişə fərqli adamlardan fərqli sifarişlər gəlir. Bu da bu tortda sifariş edən bento istəməsinə baxmayaraq hansısa bir kinodan bir fraqment şəkillərə atıb mənə ki, bunu tortun üstündə yarat. Bu kişi, mən baxmamışam bu filmə, düzü yadımda da qalmadı, adı sizə deyim. Bu kişi gəlir, güya burada bu kristalları yarır, parçalanır. Yerdə çoxlu kristallar olmalıymış. Bu da 1 yaş doğum günü bento tortumuzdur. Belə bir balaca boyu var deyil, üstündə olmayan şey yoxdur, bu o tortlardandır. Yəni, baxanda sadə görünsə də bunun üzərindəki əşyalar biraz şirniyyatlar, daha doğrusu hazırlanmaq hər biri ayrı-ayrı vaxt aparır. Bu tortda sifariş edən Azərbaycanlı, hətta YouTube-dan izləyicim Gülər, YouTube-dan tanış olmuşuq, onun yoldaşını hazırlamışdım. Snickers tortudur. Belə 2 kiloqramlıq bir tortdur. Biraz kiçik məlumatlar verirəm ki, maraqlı olanlar, ya həvəskar olanlar, ya da sifariş vermək istəyənlər üçün məlumat olsun. Məsələn, son vaxtlar sifarişlərim arasında allerjiklər, sonra şəkər xəstələri var. Məsələn, içində şəkər pesoq olmayan tortlar sifariş olunur. Burada isə xanım dedi ki, uşağın süd məhsullarına allergiyası var. Heç bir süd, yağ, kəsmic, smetan, skuşonka istifadə eləmədən tort hazırla. Belə bir də sifarişim var idi. Bir bəy xanımı üçün belə ad gününə hədiyyə olaraq Cartier korobkasının formatında qırmızı məxmər tortu sifariş eləmişdi. Və mətbəximizin olmazsa olmazı paxlava sifarişlərim vardı. Onları da hazırlayıb yolladım. İndi məktəblərdə son zəng qabağıdır. Belə sifarişlər gəlir hərdən. Kollektiv üçün orta tort müəllim, kənardakı pirojnalar uşaqlar üçün. Olur ki, bağça uşaqları ya da ki, ibtidai sinif ya da 9-cu sinif, 11-ci sinif məzunları üçün. Bu tortu da bir dənə at həvəskarı bir qız üçün hazırlamışam. Bu da kosmos temasında vişniyə şokolad, albalı şokolad tortudur. 3 kiloqram kətisi var. Üzəri velyurla, sonra da mastika ilə örtülüb. Soruşanlar üçün deyim. Qalan şarlardır, planetlərdir. Onlar şokoladdan hazırlanıb, raketdə mastikadan hazırlamışam. Bu şirin panda da bir Azərbaycanlı xanımın sifarişi idi. Onun üçün hazırlamışam. Uşaq üçün daha doğrusu. Səhv eləmirəmsə doğum günü üçündür. Və daha bir Azərbaycanlı YouTube izləyicimin sifarişidir. Snickers tortu 2 kiloqramlıq oğlunun doğum günü üçün sifariş verib. Belə bir tort, şokoladlı, uşaqların ən sevdiyi meyvə, şokolad, konfet üzəri. Bu tortda cookies, Kapitan Cookies tortumdur. Yine Azərbaycanlı bir xanım, YouTube-dan izləyən bir xanımın sifarişidir. Özəlliklə YouTube sifarişlərini burada sizə göstərirəm. Bir də son vaxtlar belə zərli tortlar dəbdədir. Həm bantikli, həm ortasında korona, tac olur, zər üfürürsən. Və dəbdə olan şirniyyatlardan biri də Dubai şokoladı biraz səngidir. Keçdik türk paxlavasına, sütlü paxlava, soyuq paxlava və ya sütlü paxlava, nə bilim, hər fərqli adları var. Dedim, qoy mən də hazırlayım, bir uşaqlar da yesinlər, görək evimizdən bir bunu da əlimizdən çıxaraq. Çox xoşumuza gəldi, həqiqətən soyuduca qalandan sonra buz kimi olur. Üzərinə kakao səpirsən, şokolad tyorkadan, sürcəkdən keçirib səpirsən. Bir də pistaşka ləpəsi, yaşıl
Püstə, Azərbaycanca desək, püstə ləpəsi ilə hazırlanır. Həm içərisi, həm də üzərinə səpmişəm. İnternetdə düzü mən paylaşmamışam hazırlanmasını, amma çox paylaşanlar var. Əsas da türklərdən. Yəni baxıb hazırlaya bilərsiniz. Hazır filo xəmirləri ilə də eləmək olur. Mağazinlərdə satılır. Elə bir paket 500-800 qramlıq hazırlaya bilərsiniz. Yəni xəmir hazırlayıb yaymaqda çətinlik çəkirsinizsə tez başa gəlir, həm dadlı, keyfiyyətli də. Amma onu da deyim ki, tez də başa gəlsə, baha başa gəlir. O da var. Çünki çeyin produktlarıdır, çərək yağıdır, ləpəsidir, püstə özüdür. Və baha başa gələn şirniyyatlardır. Ona görə satışda da çox baha idi. Mən də dedim, qoy bir dənə evdə hazırlayayım, belə doyunca yeyək, uşaqlar da dadını bilsin. Siz də hazırlayın. Sonra canım sizə nələr desin. Maraqlı olan suallarınız varsa yazın. Vaxt olduqca cavablandırmağa çalışaram. İstəyirəm də burada da vlogu sonlandırım. Hələ sizin üçün çəkdiyim videolar var. İnşallah gələn vloqlarda paylaşasıyam. Sağ olun ki, mənləsiniz, bizim kanaldasınız, bizi izləyirsiniz. Hər birinizə xoş, gözəl günlər, mənalı günlər arzulayıram. Hələlik.